Sənə bir sual verim. Panik atak doğrudan da nəydən başlayır? Ürək döyüntüsündən, nəfəs darlığından, baş gicəllənməsindən, yoxsa başdakı dumandan? Əslində heç birindən. Panik atak bu hisslərin ətrafında beyninin yaratdığı hekayədən başlayır. Sən o hekayəyə inanırsan, onu gerçək hesab edirsən və təşvişə düşürsən. Bu qorxu isə bədəndəki hissləri daha da gücləndirir. Sonra sən o hisslərdən daha çox qorxursan və dövr davam edir. Növbəti dəfə bu hisslər yarananda özündən soruş. Doğrudan da təhlükə var, yoxsa beynim yenə milçəkdən fil düzəldir? Hissləri müşahidə et, onlarla savaşma. Onlara icazə ver ki, olsunlar və sakitcə düzgün nəfəs ritminə qayıt. Sağalma məhz bundan başlayır.